Əziz bloka hazırlaşan şagirdlər, bilin ki, bu sualı bilməyən adam, bəsit bir bərabərsizliyi qavraya bilməyən adam törəmə suallarında problem yaşayacaq. Hətta bəzən şagirdlər olur ki, müəllim bunu dərsdə izah etmirlər, çünki güya model sualdır deyə yanaşma olur. Baxın, bura zəhmət olmasa, y üstü mənfi 2x, y üstü mənfi 2x. Hər ikisində y üstü mənfi 2x var deyə, normalda törəmə misalı var, sonu gəlir, bura çıxır. Bu hər ikisindən y üstü mənfi 2-i xaricə çıxartdığımız zaman qalır 1 çıx 2x. Böyükdür, bərabərdir 0. Qavramalısınız ki, y ədədi 2.71828 bu şəkildə sonsuza qədər gedir. Yəni 3-ə yaxın bir ədəddir. 3-ə yaxın bir ədədin qüvvətində nə olursa olsun, istəyir mənfi, istəyir müsbət, istəyir 0, nə olursa olsun, bu ədəd hər zaman necə ədəddir? Bir müsbət ədəd. Müsbəti nəyə vursam 0-dan böyük edər? Müsbətə. O zaman bu müsbət olmalıdır. Bərabərlik var deyə bu daxil olur. O zaman 1 çıx 2x böyükdür, bərabərdir 0-dan. Yəni müsbətdir, bərabərlikdə var deyə bir problem yoxdur. O zaman 1 böyük bərabərdir 2x-dan. 2-yə bölsəm hər iki tərəfi 2-də 1 böyük bərabərdir x-dan. Muxtar filankəsdən böyükdürsə, o zaman o həmin filankəs kiçikdir muxtardan. Bu qədər bəsit. Bunun cavabı başqa necə qeyd oluna bilər? 2-də 1-dən kiçiklər. 2-də 1-dən kiçiklər. Sonsuza qədər gəldiyinə görə mənfi sonsuzluqdan 2-də 1-ə. Bu qədər bəsit.